Salam, hər vaxtınız xeyir. Mən Əli Tahirov. Şifrələr mövzusundan belə bir fərqli sualın izahına baxacağıq. Deməli, deyir ki, verilmiş 5 sözün qamış, şam, qaş, aşıq və qış sözlərinin hərfləri aşağıdakı şəkildəki ədədlərlə şifrələnmişdir. Hər bir dairə üzərində bir sözün hərfləri şifrələnmişdir. Hərflərin yerlərini müəyyən edərək uyğunluğu tapın. İndi burada nə demək istəyir? Deməli, burada 5 dənə halqa var. Necə ki, burada 5 dənə söz var, aşağıda da 5 dənə halqa var. Hər bir halqa bir sözü təmsil edir. Hər bir halqa bir sözə aiddir. Bu halqaların hər biri. Amma biz tapmalıyıq ki, hansı halqa hansı söz bildirir. Əlavə olaraq bu rəqəmlər nədir bəs? Bu rəqəmlər bu sözlərin içindəki hərfləri bildirir. Burada amma sözlərin içində hərflər çoxdur. İş orasındakı hərflər təkrarlanır da. Məsələn, Q hərfindən bir neçə dənə var. A hərfindən, Ş hərfindən. O baxımdan cəmi 5 dənə hərf var, 5 cür hərf var. Sadəcə təkrarlanıbdır. Biz indi necə tapırıq? Bizim üçün ipucu nədir belə bir sualda? Hərf sayı fərqli olan söz. Məsələn, qamış söz 5 hərflidir. Aşıq söz 4 hərflidir. Bu bizim nə işimizə yarayacaq? Hansı halqanın ki, içində 5 dənə rəqəm var, mən biləcəm ki, həmin halqa qamış sözünü bildirir. Hansı halqanın içində 4 dənə rəqəm var, biləcəm ki, aşıq sözünü bildirir. Amma qış, şam, qaş, bunlar hələ ki qarışa bilər. Çünki hamısı 3 hərflidir. Baxın, bu halqanı mən götürsəm, içində 5 dənə rəqəmin 5-i də düşdü. Demək, bu halqa qamış sözünü bildirir. Bəs bu məlumat mənim nə işimə yarayır? İndi aşıq sözünü bildirən halqanı da taparam. Məsələn, bu halqa. Bu da aşıq sözünü bildirir. 1 qaldı kənarda. Demək, bu 2, 3, 4, 5 aşıq sözünün hərfləridir. 1 qaldı kənarda. Onda qamışda olan, aşıqda olmayan hərf hansıdır? M hərfi. Deməli, 1-ə aid olan hərf M imiş. M hərfi 1-ə aid imiş. Çünki aşıqda M yox idi. 2, 3, 4, 5-ə o bir hərflərdir. M hərfi qaldı 1-ə. Deməli, burada cavablar buradadır. Deyir ki, məsələn, 1 rəqəminə uyğun gələn hərf hansıdır? 2-yə uyğun gələn hərf hansıdır? 3-ə uyğun gələn hərf hansıdır? Mən tapdım ki, 1-ə M hərfi uyğun gəlir. Onda bunları silirəm. 1-ə M hərfi uyğun gəlir. Onda hansı variantdır? C variantı. 1-ə yazıram C variantı. Sonra, indi 1-in M olduğunu tapmışamsa, bura yazdım ki, mənə kömək eləsin. Necə kömək eləyəcək? Qamışla aşığa aid olan halqaları bilirik. İndi gəlin bunlardan görək hansı ilə davam edə bilərik. Mən artıq M hərfini bilirəmsə, gedim şam sözünü tapım. Şam sözü də, qaş sözü də, qış sözü də 3 hərflidir. Amma M-nın yerini bilirəm də. Gəlin 3 hərfli halqalara baxaq. Məsələn, deməli, bu halqanın içində 3 dənə hərf var. 3, 4, 5. Amma bu şam ola bilməz, çünki M hərfi buradaydı. Başqa, deməli, bu halqanın içində 3 dənə hərf var. Bu da şam ola bilməz, çünki M hərfi yoxdur orada. Amma mən bu halqanı götürsəm, bu halqanı. İçində 1, 2, 3 var. Bu artıq şam sözünü bildirir. M hərfi buradaydı deyə. Deməli, 2 ilə 3-dən biri Ş-dır, biri A. 2 ilə 3-dən biri Ş hərfidir, biri A hərfi. İndi gəlin qaş və qış sözləri üzərində işləyək. Qaş və qış sözləri üzərində. Qaş və qışın Q-sı və Ş-sı üst-üstə düşür onsuz da. Bir dənə hərfləri fərqlidir. Gəlin onda başqa halqa götürüm. Başqa rəngdə halqa çəkək. Deməli, bu M idi. M-nı tapmışıq. Məsələn, bu halqada da 3 dənə var. Deməli, bir dənə də çəkirik. Bunun da içində 3 dənə var. İndi mən görürəm ki, məsələn, şam sözü ilə mavi halqaya baxın. Mavi halqanın içində 2 və 3 rəqəmləri var. 2 var, 3 var, 4 var. Qırmızı halqaya baxsaq, qırmızı halqaya. İçində 1, 2, 3 var. Deməli, burada şam, qaş, qış sözlərində şam sözü ilə 2 dənə hərfi üst-üstə düşən söz hansıdır? Baxın, əlimdə şam var, qaş var və qış var. Mən bilirəm ki, şam sözü 1, 2, 3-ü bildirir. 1, 2, 3 şam sözüdür. Deməli, onda 2 ilə 3-dən biri Ş-dır, biri A. İçində Ş və A olan söz hansı idi? Qaş idi də, başqa. Onda bu 2, 3, 4 qaş sözünü bildirir. 2 ilə 3-dən biri Ş, biri A-dırsa, 2, 3, 4 qaş sözünü bildirir. 2 ilə 3-dən biri Ş, biri A-dır. Onda 4-də də qaldı Q hərfi.
Deməli 4-ün Q hərfi olduğunu tapdıq. 4Q-dırsa bu bizim nə işimizə yarayacaq? Bunu da indi deyirəm və sualımız bitir. 4Q-dırsa gəlirəm burada. İndi qış sözü üçün olan halqaya baxıram. Qış sözü üçün qaldı 3, 4, 5. Çünki 2, 3, 4 qaş sözünə aid idi. 3, 4, 5. Deməli 4Q-dırsa qışla qaşın başqa hansı ortaq hərflər vardır? Ş hərfi. I və A fərqlənir. I ilə A ilə işimiz yoxdur. Ş hərfi. Ş da burada 3-ün 3 olacaqdır. Çünki 5-ə Ş versəm, axı bu bir halqanın içində 5 yoxdur. Ortaq bir şey olmalıdır. Həm bu maviyə aid olmalıdır o, həm bu yaşıla. O da 3 rəqəmidir. Deməli 3-ə də Ş qaldı. Bayaq demişdim ki 2 ilə 3-dən biri Ş-dır, biri A. 3 əgər Ş-dırsa, deməli 2-yə də A qaldı. 2A hərfidirsə, onda B variantı. 3 də Ş hərfidirsə, buradan 5-dən bu Ş-nı silək. 3 də Ş hərfidirsə, onda E variantı. Deməli bu şəkildə bu sual işlənir.